Nadir xəstəliklə yaşamaq çətindir, lakin xəstəliyin adını bilmədən illərlə səhv müalicə almaq daha böyük dərddir. Ölkəmizdə ixtioz və çölyak kimi nadir xəstəliklərdən əziyyət çəkən pasientlər var ki, nəinki bahalı analizlər, həm də xüsusi qidaların və dərmanların əlçatan olmaması onların əsas probleminə çevrilir. Hər il fevralın son günü Nadir Xəstəliklər günündə bütün bu çətinliklər ön plana çəkilir. Bəzən bir diaqnozun qoyulması illər çəkir. Adı bilindikdən sonra nadir xəstəliklə yaşamaq isə ayrı bir dərddir. Ülker xanım və qızı Qismətin həyat hekayəsi də məhz belə bir mübarizədən bəhs edir. 9 il adı bilinməyən mərəz və yanlış müalicələr. 9 yaşına qədər, yəni bu uşağın diaqnozu təyin edilə bilmirdi. Artıq 4 ildir ki, diaqnoz bəllidir, çölyak xəstəliyindən əziyyət çəkir. Xəstəlik demək əslində bu sağlam bir həyat tərzidir. Çünki bu uşaqlar, belə deyim, mütəmadi olaraq ömrlərinin sonuna kimi glutensiz qidalanmalıdırlar. Yəni bunlarda bu xəstəliyin simptomları çox ağır olur. 3 aydan bir müayinələrdən keçməliyik. Analizlərimiz bəli çox bahadır, hədsiz bahadır. Qidaları hətta belə bahadır. Nadir xəstəliklərlə bağlı Bakıda keçirilən ilk Respublika forumunda da məhz bu sahədəki problemlər müzakirəyə çıxarıldı. Artıq 2 ildir ki, çölyak xəstəliyindən əziyyət çəkirəm. Eyni zamanda 11 yaşında qızım var, o da çölyak xəstəsidir. Oğlum əmgilənib nadir xəstəliyi olan kistik fibrozisdən əziyyət çəkir. 12 yaş olmağına baxmayaraq çəkisi cəmi 9 kilodur. Xəstələrin aşkarlanmasında, diaqnostikada, müayinə müalicədə və tibbi deyil, yəni bu xəstələrin ehtiyacı, həm də sosial dəstəyə böyük ehtiyac duyurlar. Bu günü fərqindəlik günü kimi etmək və səhiyyə qurumları ilə, vətəndaş cəmiyyəti ilə bu xəstələrin, pasientlərin bir koordinasiyasını təşkil etməkdir. Nadir xəstəliklərin çoxu, 80% genetik olduğu üçün bu genetik müalicələr çox bahalıdır. Azərbaycanda hal-hazırda bir neçə dövlət proqramı var nadir xəstəliklərinə. Onlardan biri məsələ talasemiya xəstəliyidir. Bu da nadir xəstəlik sayılır. Hemofiliya xəstəliyi var Azərbaycanda. Kistoz fibroz xəstəliyi var. Yəni hal-hazırda ixtioz dediyimiz bir xəstəlik var və epidermoliz bulloza, ona dair bir proqram var. Digər tərəfdən spinal muskulyar atrofiya dediyimiz bir nadir xəstəlik var. Onlardan da əziyyət çəkən uşaqlar var. Azərbaycanda dəqiq statistika olmasa da dünyada nadir xəstəliklərin 6-8 min növü olduğu bildirilir. Ümumilikdə isə dünya əhalisinin təxminən 5%-i bu xəstəliklərlə yaşayır. Bu hastalıkların büyük bir kısmı genetik olduğu için birçoğunu nasıl kaşımızın, gözümüzün rengini sonradan değiştiremiyorsak birçoğu da tamamen tedavi edilemiyor. Yani tamamen geçmese bile ancak bu hastalıkların şikayetlerini yok etmeye yönelik tabii ki tedaviler var ve bunlar da dediğimiz gibi multidisipliner takip ile yapılmalı. Özellikle akraba evliliklerin daha sık olduğu toplumlarda nadir hastalıklar daha sık aslında. Çünkü aynı hastalığı taşıyan anne ve baba akraba olduğunda, evlendiğinde daha fazla sayıda tabii ki nadir hastalığa sahip çocuklar oluyor. Mütəxəssislər hesab edirlər ki, əsas məsələ bu xəstəlikləri nadir kateqoriyasında saxlamaq yox, onları görünən və həll olunan problemə çevirməkdir. Maya Sabir qızı Rüfət Əliyev, İTV Xəbər.